Əziz izləyicilər, dünəndən bir video görüntü yayılıb Yasamal rayon ərazisində bu Akim Abbasov küçəsi ilə kəsişmədə sürücülərin yaratdığı süni sıxlıq görüntüləri idi və onu paylaşan vətəndaşa mən təşəkkür edirəm ki, çox da yaxşı izah vermişdi ki, bu küçədə sürücülərin yaratdığı süni sıxlıq hansı küçələrə də təsir göstərir və ümumilikdə Mətbuat prospekti və digər ərazilərdə əks təsir hiss olunur. İndi biz o görüntülərə baxırıq. Dünən bu görüntülər böyük bir müzakirəyə səbəb oldu. Yəni görürsünüz, bloklanıb hər tərəfdən. Çünki yol ayrıcını keçmə qaydalarını bilməyən və yaxud da bilib ona əməl etməyən, özündən başqa heç kimi düşünməyən sürücülər belə bir vəziyyət yaradıblar. Baxın, bir konflikt nöqtəsidir və ardınca görürsünüz, hadisə yerinə bir yol polis əməkdaşı gəlir. Cəmi bir əməkdaş. Yol patrul xidməti əməkdaşıdır və hərəkəti indi baxaq görək bu düyünü necə açır. Yəqin ki, çoxlarınız izləmişsiniz. Bir-bir demək olar ki, maşınları tənzimləyir. Təsəvvür edin. Görün, necə gözəl yanaşır. Sağ olsun, burada vətəndaş da kömək edir hərəkətin tənzimlənməsinə. Yəni, təsəvvür edin, yol polis əməkdaşı bax, burada tənzimləyir. Buradakılar tez gəlib aləmi qatır bir-birinə. Bax, bu sürücünü başa düşmək olmur ki, bu hara getmək istəyir. Bu da düz getmək istəyir, amma aləmi qatıb bir-birinə. Çox qısa müddətdə bax, belə bir aydın təəssürat yarandı və sosial şəbəkələrdə də bu görüntü böyük müzakirələrə səbəb oldu ki, niyə belə olur? Birincisi, sürücülər yol ayrıcını keçmə qaydalarını pozurlar. İndi çoxları təklif edir ki, bura sarı tor çəkilsin. Sarı tor yaxşıdır. Deyək ki, yol ayrıcının sərhəddini göstərir və sürücü bilir sarı tor harada başlayır, harada bitir. Və o tora düşmədisə, deməli, cərimə ona yazıla bilməz. Amma axı şuurlu insanlar başa düşürlər, bura yol ayrıcıdır. İndi svetoforun qırmızı işığı artıq yanmaq üzrədir. Deyək ki, burada yaşıl işıq yanıb sönür. Adam tez girir yol ayrıcına ki, bəlkə qabaqda axın olar, mən keçərəm. Yəni, bu bəlkələrlə hərəkət eləməyək, dəqiq olaq. Biz görürük qabağı, qavrayırıq ki, qabaq boşdur və yaxud da lap uzaq çevrədə görürük ki, öndəki svetoforda yaşıl işıq yanır, yəni axın olacaq. O zaman hərəkət edirsiniz ki, siz yolu boşaldacaqsınız. Dünəndən sosial şəbəkələrdə yayılan bu müzakirələrə maraqlı yanaşmalar da var. İnsanlar deyir ki, bəli, sonra da deyir ki, Azərbaycanda yol polisi lazım deyil. Bu təfəkkürdə olan sürücüyə, baxın, belə təfəkkürdə olan sürücüyə bu yol polisi lazımdır ya yox, sual çıxır ortalığa, lazımdır. Ona görə gedib indi Avropada, orada biraz kofe içib, nə bilim, haradasa dəniz kənarında dincəlib qayıdan kimi gəlib daşdır. Mən Avropada polis görmədim. Avropada bu təfəkkürdə kütlə yoxdur axı. Başqa ölkələrdə bu təfəkkürdə, bu kütləyin insanlar yoxdur axı, bax, onları görürsünüz. 2 dəqiqənin içində hərəkəti iflic edirlər və bütün küçələrə bu təsir göstərir. Mən sizə tam səmimi şəkildə deyirəm. Bax, bir sürücünün səhvinə görə bütün bir küçə çökə bilir. Bir sürücünün səhvinə görə bütün bir küçə çökə bilir. Və nəticə itibarilə nə süni intellekt, nə biləm, intellektual idarə etmə və s. Bunların heç biri keçmir. Yalnız nə keçir? Bax, bu əməkdaş. O gəlməlidir. O qırmızı jezli göstərməlidir, ona deməlidir, geri get, ona deməlidir, irəli get. Belə insanlarla biz hələ çalışırıq ki, tıxacın qarşısını alaq, sıxlığın qarşısını alaq. Müzakirələrimiz də olacaq, məsələn, Bakı-Sumqayıt yolu ilə bağlı. Artıq mən anonsunu verirəm, bunu çox yaxşı müzakirə eləmək istəyərdim. Bunu canlı yayında müzakirə edəcəyik. Bakı-Sumqayıt yolunun avtovağzaldan biraz önə hissəsini, yəni Xırdalan dairəsi istiqamətini keçəndən sonra tıxac yoxa çıxır. Hansı ki, orada biləcəriyə bir qanat ayrılır. Oranı keçəndən sonra tıxac yoxa çıxır. Baxırsan ki, bu insanlar niyə oynaya-oynaya yolun ortasında gedirlər? Niyə bu hərəkəti iflic edirlər? Tbilisi prospekti çöküb. İndi deyirlər, avtobus zolağı. Başa düşdük də. Amma gəlib o avtovağzalı keçəndən sonra görürsən, qabaq boşdur. 5 ilə 10 ilə gəldiyin yerdə, bax, o nöqtədə hansı ki, bir dənə də böyük bir tablo var, istiqamət verici tablodur, məlumat verici lövhə kimi. Onu keçəndən sonra baxsan ki, yol boşdur. Qalxdın 40, 60, 70 sürətə yığa bilirsən, hərəkət edə bilirsən. O zaman bu düyünü burada kim yaradır? Niyə yaradır? Kim yaradır? Orada bütün günü kimi sürücülər, bax belə.
Bu kütlələr. Sağa, sola, harada yol boşalır, özünü ora-bura atan insanlar. Ona görə, əziz sürücülər, gəlin bu yol ayrıcının keçmə qaydalarını bir daha öyrənək, bir daha mədəniyyət nümayiş etdirək və 100 manat 3 ballıq cərimədən də özümüzü qorumuş olaq. Cərimənin bir problemi olmur, indi imkanın var, aparıb ödəyirsən. Yəqin gözləyən arxa insan girmirsən, o hərəkəti eləmsin. Bəs bunun axı mənəvi tərəfləri var, bu qədər insan sənə görə əziyyət çəkir axı. Baxın, haradadır görün, yol ayrıcının ümumiyyətlə sərhəddində deyil bu maşın. Bax, haradadır, piyada keçidin üstü ilə gedir. Ən arxa ilə fırlanır ki, bəlkə burada kimsə ona yol verəcək, keçəcək. Bax, buna bax. Buna bax. Təsəvvür edin, bax, bunlar haradadır görün. Bax, talay qabağa gedir. Kia markalı avtomobildir, Forddur. Yəni, bunun zolağı, bax, buradadır. Bax, bura ilə getməlidir. Ki, yol ayrıcının sərhəddir. Amma bu, bura ilə gedir. İndi bu düz getsə, gelib çıxmalıdır burada səkiyə, baxın. Səkinin üstünə çıxmalıdır. Amma hər bir deşik axtarır da, yəni sözün həqiqi mənasında, loru mənasında, bax, deşik axtaranlardır. Bax, buna bax. Prius. Gör, haradadır? Zebranın üstündə. Deşik axtaranlar. Bax, bunlara görə belə bir bərbad vəziyyət yaranır. Ona görə gəlin qaydalara əməl edək. Bu gördüyümüz mənzərədən özümüzə bir nəticə çıxaraq.